2026'nın iyul ayı mənim üçün çox maraqlı keçdi. Ona görə buna özəl bir video hazırlamaq istədim. Qalereyamdakı bütün videoları yığdım. Xüsusilə də iyul ayının biri mənim acım olduğu üçün çox özəl idi. 19 yaşıma girdim. Digərlərinə nisbətən istədim bu acını biraz daha böyük keçirdim. Hamısı burada olmasa da sevdiyim dostlarımı çağırdım. Hər biri özəl, dəyərli insandı mənim üçün. Öpürəm buradan onları. Əslində onların bundan xəbəri yoxdur, amma hər birinin içində özümdən bir parça görürəm. Birinin məzəli olmağı, birinin əsəbi, birinin səmimiyyət, pozitivliyi. Sanki hamısında özümü görürəm və özümü onların birləşimi kimi hiss edirəm. Hər şey istədiyim kimi oldu, çox əyləndik. Ad gündən çox mənim üçün terapiya kimi oldu. Bunlardan sonra bir qalereyada əvvəlki yaşıma qayıdıb necə olduğumu görmək istədim. Bayağı dəyişmişəm. 18-imdən sonra ən yaxın dostlarım daxil olmaqla bayağı dostumla əlaqəmi kəsdim. Yeni dostlarım oldu əvəzinə. İndiyə qədər əlaqəm kəsilən heç kim üçün peşman olmamışam, çünki hər relationship sizə bir şey öyrədir və öyrətdikləri şey də bitəndən sonra həyatınızdan çıxırlar. Bunu indi gördüm, qalereyada nə pis olub. Biraz idman haqqında danışmaq istəyirəm. Mən idmanı çox sevən birisiyəm, amma toksik bir ilişkimiz var. Nə vaxt ki 3 ay tamam olur, mənim nəysə bir işim çıxır və zaldan ayrılmalı oluram. Yenə geri qayıdıram və yenidən inşa edirəm. Bu mənim üçün heç xoşa gələn vəziyyət deyil. Və demək olar ki, həyatımda ilk dəfə bu kiloya ulaşdım. Yeyib, bişirdim, yedim, bişirdim, yedim. Yeni şeylər yoxladım və sonra bum, xəstələndim. Bu xəstəlik mənim həyatımdakı ən ağır xəstəlik idi və 3 ay idmanda aldığım 4-5 kilomu bir həftə içində ac qalaraq verdim. Qalereyamda gəzəndə hər bir neçə aydan bir özümün köhnə şəkillərini görürəm. Çünki hər saniyə bir müqayisə halındayım və özümü keçmişdəki fidanla müqayisə edirəm. Bu il ilk dəfə konsertə getdim dostlarımla. Darıxdım. Hər gəncin yaşamalı olduğu hisslərdən biri. Düşün, bu Duman konserti isə digər konsertləri düşünə bilmirəm. Gün gəldi, devran döndü. Bacımı göndərik Londona. Bye bye. Hava atmaq kimi olmasın. Bacım dövlət proqramı ilə Londonda King's College-ə qəbul olub. Magistri orada oxudu. Sağ əl sizin başınıza, mənim də başıma. Və biz heç bir xərc çəkmədik. Bütün xərcləri dövlət qarşıladı. Romantik deytlərə çıxdım. Çox romantik. Sonra sertifikat aldım. Buzda bir macəramız var idi. O bitdi. Çox maraqlı idi. Onda onun. Dostlarımla vaxt keçirdim. Yenə dostlarımla vaxt keçirdim. Saçımı qara elədim toniklə. Qəşəng oldu. Sonra yenə dostlarımla Halloween keçirdim. Çox maraqlı idi. Oh my god. Yenə dostlarımı sevirəm. Unique'in bu fitində Halloween Joker Other Woman makyajı. Müzeyə gəzdik. Müze çox maraqlı idi. Rüqəyya. Dostlarımla həqiqətən çox vaxt keçirdim. Burası sığmayacaq qədər. Amma tək vaxt keçirməyi də çox sevirəm. Bunları da çox sevirəm. Qalereyada gəzərkən random tarixlərdə qırmızı saç olan qadınlar görürdüm Pinterestdən və bum şaka o qızlardan biri mən oldum. Çox bəyəndim. Və bu il həyatımın ən peak situationshipini yaşadım. Hələ ki bundan qarşıya keçən yoxdur. Bəzi hadisələr yaşandı. Hadisələrdən sonra öz pulumu qazanmaq istədim. Və geyinmədiyim paltar çox olduğu üçün bir second hand hesabı açıb onları orada satmağa başladım. Bu da bir ilk idi mənim üçün. Yenə əylənirik. Bu qız ilk dəfə marafona qoşuldu, çox xoşbəxt. Və ilk dəfə drift izlədim. Oh my god. Üzümdəki xoşbəxtliklə necə məmnun olduğum görünür. Nəysə, dayıdıcı şeylər gizli qalsın. Biz dönək iyul ayının necə keçdiyinə. İyulun 4-ü biz artıq Şəkidə idik. Yenə də bir ilk qrupla rayona getmək. Darca padokda heç kimi tanımıram, amma burada tanış oldum. Düzdür, evə gec qayıtdığım üçün evdən xoş olmayan sözlər eşitdim, amma dəyər. Həqiqətən o söz 1-2 günə unuduldu, amma mənim anılarım qaldı və çox əyləndim. Yəni ki, peşman deyiləm. Wow. Şəkidən qayıtdım, səhər gün veşlərimi yığdım və gecəsi uçduq biz.
Bodruma. Həyatımda ilk dəfə yenə xaricə çıxırdım. Həyatımın ən gözəl həftələrindən biri idi. Sadəcə yedim, içdim, zaqar aldım, üzdüm. 100% şarjımı doldurub yenidən həyata qayıtmaq kimi idi həqiqətən. Çox şey paylaşmıram zaten, görmüsünüz qızlar. Zaten orada paylaşanda da itdirsəyə çıxdı gözümə. Sonra da dodam uçuqladı nəzər. Evə qayıdandan sonra uzun zamandır istədiyim bir şey var idi. Hava işıqlananda yürüyüşə çıxmaq və bunu da elədik. Həqiqətən çox yuxuluydum. Hava çox isti, amma ləzzət elədi günəşə baxan. Və bum, biz yenə gəzməkdəyik. Getdik Qarabağa. 2 gün içində bütün Qarabağı gəzdik. İnanılmısınız. Burası Cəran qalasıdır. Laçın, Şuşa, Xankəndi, Ağdam, Xocalı, Cəbrayıl və başqa yerlər gəzdik. Bu da maraqlı experience-dir. Ölkəmi gəzdim. Hər bir insan dünya turundan öncə ölkəsinin turunu etməlidir. Mən də onu tamamlayıram. Və Laçında bulaq suyu doldurduq stəndimizə. Tarixi bir moment oldu. Laçında ibadət etdikdən sonra evə qayıtdım. Belə maraqlı ay idi. İnşallah bütün aylar belə keçər. Bay bay.